Hər vaxtınız xeyirli olsun. Qədim İbrani Azərbaycan dillərində oxşar sözlər lüğətinin hazırlanması kursuna xoş gəlmisiniz. Bugün biz 4-cü dərsi təqdim edirik və dərsimizin əsas mövzusu milad sözünə həsr olunub. Bir çoxunuz yəqin ki, milad bayramı ilə tanırsınız. Deməli, milad sözü qədim İbrani dilində yalad sözüdür. Yalad sözünün tərkib hissəsinə baxaq. Burada samitlərimiz yod, lamed və dalet samitləridir və onların bir arada işlənməsi bizə yalad sözünü verir. Sağ tərəfdə yuxarıda 2 rəqəmini görürsünüz. Bu, bizim lüğətimizdə kateqoriyanın rəqəmini göstərir. Bizim lüğətimizdə 3 kateqoriyalı sözlər olacaq və ikinci kateqoriya o sözlərdir ki, səslənməsinə görə həm qədim İbrani dilində, həm də Azərbaycan dilində oxşardır, amma mənasına görə bir qədər Azərbaycan dilində fərqli məna daşıya biləcək sözlərdir. Burada yalad sözü lüğətimizdə milad sözü olaraq təqdim olunub və lüğətimizin ikinci kateqoriyasına aid edilir. Yalad sözünün Azərbaycan dilində əsas mənası doğmaq və ya doğulmaqdır. Burada aşağıda Azərbaycan dilində digər fərqli mənalarda da istifadə olunmasını görə bilirik. Yəni, yalad sözü dediyimiz kimi milad, mövlud, doğuluş, təvəllüd, övlad və ya bar gətirmək mənasında istifadə olunur. Bu söz Strong lüğətində 3205 kodu və ya rəqəmi altında gedir və əhd ətiqdə ümumilikdə təxminən 500 dəfə istifadə olunub. Niyə görə yaladı milad kimi təqdim edirik? Bu barədə bir qədər geniş danışaq. Hal-hazırda ilk dəfə bu sözün Tövrat kitabının başlanğıc hissəsində 3-cü fəsil 16-cı bənddə istifadə olunduğunu görə bilirik və bu bəndi gəlin birlikdə sizinlə oxuyaq. Deməli, burada deyilir ki, sonra Rəbb Allah qadına dedi, hamilə olanda sənə çox əziyyət verəcəyəm, uşaqlarını ağrı içində doğacaqsan, ərinə meyilli olacaqsan, o sənə ağalıq edəcək. Burada doğacaqsan kimi tərcümə olunmuş qədim İbrani dilində söz teldi kimi səslənir və yalad sözümüz də məhz bu teldi sözünün içində gizlənir. Burada taf hərfi həmin o sözü ikinci şəxsə mənsub edir. Yəni Allah qadına müraciət edir, qadın ikinci şəxs olaraq. Allahın ona dediyi söz ki, sən doğacaqsan mənasını verən sözdür. Teldi. İndi isə gəlin çox məşhur olan bir bəndlə tanış olaq və orada yalad sözünün istifadə olması qaydasına baxaq. Bu, müqəddəs kitabda Yaşaya Peyğəmbərin kitabı 9-cu fəsil 6-cı bənddir. Gəlin əvvəl onun İbrani dilində səslənməsinə diqqətlə qulaq asaq. Ki ילד יולד לנו, בן ניתן לנו, ותהי המשרה על שכמו, ויקרא שמו פלא יועץ, אל גיבור, אבי עד, שר שלום. Bu bənddə Azərbaycan dilinə deyilir. Çünki bizim üçün körpə doğuldu. Bizə oğul verildi. Hakimiyyət onun çiyinləri üzərində olacaq. Onun adı ecazkar məsləhətçi, qüdrətli Allah, əbədi ata, sülh hökmdarı olacaq. Bu bənddə ilk 2 söz yeled və yulad sözləridir. Birincisi körpə kimi tərcümə olunub, ikincisi doğuldu. Yulad bizim sözümüzdür ki, onun kökü yalad sözündən əmələ gəlir. Mənası da burada doğuldu kimi təqdim olunub. Yeled sözü isə burada körpə sözü ilə tərcümə olunub.
o söz barədə, yeled sözü barədə bir qədər sonra danışacağıq. Amma hələlik istərdim ki, diqqətiniz yalad sözündə qalsın və ümid edirəm yalad və milad sözləri arasında oxşarlığı görürsüz və əslində kökündə mənası da doğuluş deməkdir və milad sözünün də əsl mənası əslində doğuluş və ya doğmaq və ya doğulmaq deməkdir. Gəlin bu sözlə daha yaxından tanış olaq. Deməli, qarşımızda 3 dildə təqdim olunmuş eyni sözdür. İbrani dilində yalad sözü, ərəb dilində eyni mənanı verən valad sözüdür və Azərbaycan dilində ərəb mənşəli söz olaraq təqdim edilən milad sözümüz var. Eləcə də mövlud sözümüz var ki, eyni mənadır, doğuluş, doğmaq, doğulmaq mənasını verən və eləcə də maraqlıdır ki, övlad sözü bizim burada daha yeni bir sözümüzdür. Yalad, övlad, yəni dünyaya gələn uşaq, övlad mənasını verir. Aşağıda gördüyünüz kimi Azərbaycan dilində eyni köklü sözlərimiz var. Harda ki v, l, d hərfləri istifadə olunur. Onlar da təvəllüd, valideyn, valid və validə sözləridir. Xüsusi diqqət valid və validə sözlərinə olsun. Valid bu dünyaya övlad gətirən atadır. Validə isə dünyaya övlad gətirən anadır. Hər ikisi bir arada valideyndir. İndi isə gəlin müqəddəs kitabdan daha bir xüsusi parçaya baxaq. Burada 4 dəfə yalad sözü istifadə olunub. Bir bəndin içində. Bu Tövrat kitabı, onun başlanğıc bölməsi 4-cü fəsil 18-ci bənddir. Əvvəla gəlin bu bəndin İbrani dilində oxunuşuna və səslənməsinə diqqət yetirək. ויولד לחנוך את עירד, ועירד ילד את מחויאל, ומחייאל ילד את מתושאל, ומתושאל ילד את למך. Gördüyünüz kimi yalad sözü İbrani dilində sarı hərflərlə qeyd olunub, eləcə də Azərbaycan dilində onun tərcüməsində törədi sözləri sarıya alınıb və 4 dəfə istifadə olması da çox xüsusidir. Biz burada yalad sözünü övlad kimi və ya mövlud kimi nəzərə alsaq, onda bir növ tərcümə edə bilərdik ki, İrad Xanokdan doğulan övladdır və ya Xanokdan doğuldu. Ondan sonra Mehuyael İraddan doğulan övladdır və s. Gəlin bir daha qulaq asaq İbrani dilində səslənməsinə. ויولد לחנוך את עירד, ועירד ילד את מחויאל, ומחייאל ילד את מתושאל, ומתושאל ילד את למך. Bu çox xüsusi bir bənddir, çünki yenə də deyirəm, 4 dəfə eyni söz istifadə olunur və hər birində də övlad və ya dünyaya gələn övlad və ya mövlud mənasını, hətta təvəllüd mənasını müəyyən mənada verən ifadələrdir. Gəlin yeni bir məqama baxaq. Əvvəl dediyim kimi, yeled sözü, yadınızdadır, Yeşaya Peyğəmbərin kitabı 9:6 və eləcə də burada yaldah sözü. Hər ikisinin kökündə yenə də yalad durur, doğuş, doğulmaq durur. Amma yeled burada oğlan uşağını göstərən, oğlan övladını göstərən sözdür. Qədim İbrani dilində yeled və yaldah isə bu qız uşağının, qız övladının mənasını verən sözdür. Eləcə də yaldah sözündə yəqin ki, fikir verə bilirsiniz, dalet hərfinin ortasında bir nöqtə var. Bu da dagesh forte adını daşıyan bir nöqtədir və onun xüsusiyyəti ondan ibarətdir ki, həmin o hərfi, daleti 2 qat edir. Yəni əslində səslənməsində, yaldah sözündə yald, dah kimi səslənəcək. Həmin o
Dageş forte kimi bildiyimiz nöqtə dalet hərfini 2 dəfə səsləndirmiş olur. Burada hər iki sözümüz yeled və yaldah əslində kökünü yalad sözündən alır. Yəni yalad, milad, mövlud, təvəllüd, övlad mənalarını verən yalad sözündən alır və nəticədə yeled oğlan övladını bildirir, yaldah isə qız övladını bildirən sözlərimizdir. Bununla dərsimiz sona çatır. Diqqətinizə görə minnətdarıq və növbəti dərslərdə sizi yenə də gözləyirik. Tanrı sizə bol xeyir dua versin.